Hamıya salam əzizlərim. Deməli, bu günləri raspakovka olacaq. Abur-cuburlar. Hansın ki, nabrana aparacaq. Çünki biz orada yemək olmayacaq. Biz restorana, kafelərə falan gedəcəyik. Amma ev tutduğumuz üçün nabranda nəsə atışdırmalıq bir şeylər almışıq. Bunlar nənəm üçündür. Mən bunlardan yemirəm. Sadəcə belə, rolkun. Belə bir ən sevdiyim Lay'sdir. Riflonu, smetanla və soğanla. Ən vaxtıda ən sevdiyimdir. Mən dəli oldum ki, bunun qiyməti 4 manat olur. Belə kofilər. Kofe. Mən sadə kofe özümə götürdüm. Jacobs. Nənəmgil Nescafe 2-1-ində içir. Şirniyyat sevməsəm də yeganə mənim nədir, ən sevdiyim şirniyyat Haribo'dur. Və belə çupa-çups, bunlar turşu olur. Çox sevirəm, çox ləzzətli olur. Bir ildə artıq yemirəm. Belə şey sifariş verdim, baxım. Oy, sifariş verdim, nə də aldım. Ay Allah, baş gedib. Doritos, ən sevdiyim çipsidir. Taco. Elə bir illik gedirik. Valla, bunlar hələ də belə. Frustim, suxariklər çox dadlı sevirəm. Roşenin bu waffle'larını nənəmgil, anamgil çox sevir. Belə hələ alacağıq yenə. Amma yəqin ki, bundan çox almarıq. Trikoroçki sevirəm, dadlıdır. Mənim ən belə bilsinə şirniyyat sevmirəm, mən belə şeyləri sevirəm. Məndən soruşanda ki, niyə kökəlmirsən? Sevdiyimi belə yemirəm. Xrustimin belə smetanla, nədir bu? Sadəcə smetanla. Belə təzə bir şey gördüm. Bilmirəm, kolça. Üzüklərdir belə pendirlə, baxarıq dadına. 1 manat neçə qəpiydi? 1 manat 40 qəpiy, 1 manat 30 qəpiy, nəsə bir şeydir. Və nəhayət, Cheetos. Belə pendirli. Baxaq bizə bəs eləyəcəyini. Amma yenə də deyirəm ki, sifariş verəcəm. Alacam. 2 dəqiqə çəkdi.